Bakıda Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü toplantısı keçirilir. Tədbirə dünyanın 40-a yaxın ölkəsindən enerji sahəsində çalışan rəsmilər və ekspertlər qatılıb. Konferansda Azərbaycanın malik olduğu enerji ehtiyatlarının həcmi də açıqlanıb. Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatları 3,35 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir. Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının 13-cü illik konferansında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. Onun sözlərinə görə artıq təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton səviyyəsindədir. Ümumilikdə konferansda 40-a yaxın ölkədən 200-dən artıq nümayəndə iştirak edir. Konferansda çıxış edən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının sədri Alparslan Bayraqdar Azərbaycanda neft qazla yanaşı alternativ və bərpa olunan enerjinin inkişafı sahəsində işlər görüldüyünü bildirib. Quruma üzv dövlətlər su resurslarının enerji sahəsində istifadəsi üçün birgə əməkdaşlığı da müzakirə ediblər. İlk kez Erdoğan'ın yatırım konferansında bu sene su regülasyonu, su şebekesinin regülasyonu ile alakalı özel bir panel var. Yenilenebilirle alakalı gelişmeler konuşulacak ve tabii enerjinin bir tarafında da bir tane paydaşı da biliyorsunuz tüketiciler, müşteriler, hane halkı olsun, ticaret tüketicileri olsun. Onların da bu enerji piyasalarında nasıl aktif olabileceklerini, onlara hizmet kalitesini nasıl artırabileceğimizle alakalı son bölümde de o konuşulacak bu 2 gün boyunca. Konferansda çıxış edən Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov və Gürcüstanın Energetika Nazirinin müavini Maryam Valishvili Azərbaycan, Gürcüstan və Türkiyənin enerji təchizatı sahəsində əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdilər.